17 milyon kvadrat kilometrelik ərazinin hardasa 1 milyon kvadrat kilometrində Ruslar üçün bir dövlət qurula bilər. Yeni bir dövlət, Rusiya Respublikası. Yerdə qalan 16 milyon kvadrat kilometr Ruslara ait torpaq deyil. Ümumiyyətlə Rusiya Ruslara ait deyil, bu başqa söhbətin mövzusudur. Amma indiki şəraitdə biz reallıqları nəzərə alıb düşünürük ki, 1 milyon kvadrat kilometr onlara yetəcək, hələ artıq da olacaq. Həm də o 1 milyon kvadrat kilometr sadəcə Rusiya Rusları üçün deyil, bütün dünya Rusları üçün yetərlidir. Yəni dünyanın hər tərəfindən Rusları oraya yığsalar 1 milyon kvadrat kilometr onlar üçün əslində çox olacaq. Yəni yetərindən də artıq olacaq. Yəni deməyim odur ki, bunları əlbəttə ki Kremldə də görürlər. Görürlər ki bunlar tükəniblər. Rusların kökü kəsilir. Ona görə də Ukrayna müharibəsinə Rusları göndərmirlər. Əsasən türkləri və müsəlmanları göndərirlər, qeyri-rusları göndərirlər. Rusları da necə qoruyurlar? Rus gənclərini Rus icmasına yazıblar və dövlət o icmanın üzvü olanları əskərliyə aparmır. Yəni bu yolla onları beləcə müharibədən, ölməkdən xilas edib saxlamaq. Əvəzində isə türkləri və müsəlmanları öldürməklə məşğuldurlar. Ya öləcəksiniz deyir, ya da gəlib xristiyanlığı qəbul etməlisiniz və özünüzü Rus elan etməlisiniz. Bütün bunları Kreml görür. Gördüyünə görə də bax bu cür belə sarsaq ideyalarla dünyanın başını qatmaqla məşğuldurlar.